Salam əziz dostlar. Allahın müqəddəs ruhunun bu dünyada insanlarda yaşadığını bilirsinizmi? Mən sizə bunun nə cür baş verdiyini söyləyəcəm. Şəkillərə baxın və dediklərimə qulaq asın. Birinci şəkil. 2000 ildən çoxdur ki, İsa bu dünyaya gəlmişdi. O yer üzündə Allah'ı göstərmək üçün və bizə yeni, ruhani həyat vermək üçün gəldi. İsa'sız bizim ruhumuz ölüdür. Biz Allah'tan üz döndürmüşük. Amma İsa yenidən bizi Allah'a qaytarmaq üçün bizim aramızda yaşadı. Adamlar onu çarmıxa mismarladılar və onu öldürdülər. Amma 3 gündən sonra o dirildi. İsa'nı ardıcılarının çoxusu gördü və onlara sizi yetim qoymaram. Müqəddəs ruh üzərinizə inəcək və siz qüdrət olacaqsınız və dünyanın ən uzaq yerlərinə qədər mənim şahidim olacaqsınız dedi. Şəkildə İsa'nın göyə çəkilməsini görürsünüz. İsa eyni cür bir gün geri qayıdacaq. İkinci şəkil. İsa göğe çəkiləndən 10 gün sonra şagirdlər bir yerə yığılmışdılar. Qəflətən güclü bir külək əsirmiş kimi göydən bir səs gəldi və oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir şey onlara görünüb, parçalanaraq hər birinin üzərinə qondu. Hamısı müqəddəs ruhla doğdu və ruhun onlara verdiyi danışma tərzinə uyğun olaraq başqa-başqa dillərdə danışmağa başladılar. Üçüncü şəkil. O vaxt İsa'nın şagirdləri Yerusəlim şəhərində idilər. Yerusəlimdə bütün xalqlardan adamlar yaşayırdı. İsa'nın şagirdləri müqəddəs ruhla doğanda onların dillərində danışmağa başladılar və onlara İsa haqqında, onun bu dünyaya gəlməsi, ölüb və dirilməsi haqqında şahidlik etməyə başladılar. Onda İsa'nın şagirdi olan Peter ayağa qalxıb yüksək səslə hitab etdi. Siz gördüyünüz və eşitdiyiniz müqəddəs ruhun ənamıdır. Günahlarınızın bağışlanması üçün tövbə edib, hər biriniz İsa Məsih adı ilə vəftiz olun. Onda çox adam İsa Məsihə iman edib, tövbə etdilər və vəftiz olundular. Allah onlara müqəddəs ruhunu verdi və onlar İsa'nın dedikləri ilə yaşamağa başladılar. Dördüncü şəkil. Bütün iman edənlər bir yerdə idilər və hər şeyləri müştərək idi. Mallarını və mülklərini satıb, hər kəsə ehtiyacına görə paylayırdılar. Hər gün birlikdə məbədə getməkdə davam edərək, evdə çörək bölüb, sevinclə və ürək sadəliyi ilə yemək yiyirdilər. Allah'a həmd edərək, bütün xalq qarşısında lütf qazanırdılar. Rəbb də xilas edilənləri gündən-günə cəmiyyətə əlavə edirdi. Beşinci şəkil. İsa'nın şagirdlərindən Peter və Yaxya dua etmək üçün məbədə gedirdilər. Bu arada anadan gəlmə çox bir adam məbədin qapısına gətirilirdi. Onu hər gün oraya qoyurdular ki, məbədə girənlərdən sədəqə ediləsin. Məbədə girmək üzrə olan Peter və Yaxyanı görüb onlardan sədəqə istədi. Peter və Yaxya onu diqqətlə süzərək, bizə bax, dedilər. O isə onlardan bir şey almaq ümidi ilə diqqətlə onlara baxdı. Amma Peter dedi, məndə gümüş və ya qızıl yoxdur, lakin mən sənə olanımı verirəm. İsa Məsihin adı ilə ayağa dur və yeri və sağ əlindən tutub onu qaldırdı. O anda adamın ayaqları və topuqları qüvvət aldı. Sıçrayıb ayağa durdu və yeriməyə başladı. Gəzinib atılıb düşərək və Allah'a həmd edərək onlarla məbədə girdi. Bütün xalq onu yeriyən və Allah'a həmd edən gördü və bildi ki, məbədin qapısında sədəqə diləmək üçün oturan adam budur. Ona nə baş verdiyini görəndə heyrət və təəccübdən donub qalırdılar. Altıncı şəkil. Hananya adlı bir kişi öz arvadı Şapiranın razılığı ilə
Allahın cəmiyyətinə pul vermək üçün bir mülk satdı. Amma pulun bir hissəsini özündə saxlayıb, qalanını cəmiyyətə gətirdi və gətirib Petrə dedi ki, bu satdığı mülkün pulun hamısıdır. Peter onun aldattığını bilərək Hananyaya dedi, sən insanlara yox, Allaha yalan söylədin. Hananya bu sözləri eşidib, yıxılıb can verdi. Gənclər qalxıb, onu kəfənə bürüdülər və aparıb bastırdılar. Təqribən 3 saat sonra onun arvadı gəldi. Amma nə baş verdiyini bilmirdi. Shapiro da həmçinin Peterə pul haqqında yalan danışdı. O da yıxılıb can verdi. Əziz dostlar, biz pulun bizi doğru yoldan çəkməyinə imkan verməməliyik. Biz nə bir-birimizə, nə də ki Allaha yalan söyləməliyik. Müqəddəs kəlam deyir ki, yalanın atası iblisdir. 7-ci şəkil. Stefan, imanlı cəmiyyətinin xidmətçisi idi. O qorxmadan İsa haqqında vəz edirdi. Buna görə Yahudilər çox qəzəblənirdilər. Onlar onu tutub məhkəməyə apardılar. Sonra isə onu şəhər kənarına çıxarıb ölənə qədər daşladılar. Onu daşlayanlar öz paltarlarını Şaul adlı bir gəncin ayaqlarının yanına qoydular. Stefan, Ya Rəbb İsa, ruhumu qəbul et, deyərək dua edərkən onu daşladılar. Diz çöküb yüksək səslə, Ya Rəbb, bu günahı onların boynuna qoyma, dedi və bunu deyib gözlərini həyata yumdu. İsa Məsih bizi heç vaxt darda qoymaz. Hətta ölüm ayağında da o bizimlədir və bizə yardım edir. 8-ci şəkil. İsa'nın şagirdlərindən Filip Samariya adlı şəhərə gedib Məsih haqqında vəz edirdi. Orada çoxlu insan İsa Məsihə iman etdi. Sonra isə Allah Filipə səhra yoluna getməsini dedi. Oradan Həbəşistan kraliçasının vəziri və bütün həzinəsi üzərində müdür olan Həbəşistanlı bir xədim keçirdi. Xədim Yerusəlimə Allaha səcdə qılmağa gəlmişdi. İndi geri dönürdü və arabasında oturub Yeşaya peyğəmbərin kitabını oxuyurdu. Ruh Filipə dedi, yaxınlaş və bu arabaya qoşul. Filip onun yanına qaçdı və Yeşaya peyğəmbəri oxuduğunu eşitdikdə dedi, heç oxuduğunu anlayırsanmı? O dedi, mənə yol göstərən olmasa, necə anlaya bilərəm? Və Filipdən rica etdi ki, arabaya minib onun yanına otursun. Müqəddəs yazılardan oxuduğu yer bu idi. Qoyun kimi kəsilməyə aparıldı və quzu onu qırxanın önündə dilsiz olduğu kimi o da öz ağzını açmır. Alçaldığı zaman ədalət ondan əsirgəndi. Onun nəslindən kim bəhs edəcək? Çünki onun həyatı yerdən qaldırılır. Hədim Filipə dedi, səndən rica edirəm, de görüm, Peyğəmbər bunu kimi üçün söyləyir? Özü üçün, yoxsa başqası üçün? Filip də ağzını açdı və bu yazıdan başlayıb İsa haqqındakı müjdəni, yəni xoş xəbəri ona başa saldı. Yola davam edərkən onlar su olan yerə gəldilər və xədim dedi, budur su, vəftiz olunmağıma nə əngəl var? Filip dedi, əgər bütün ürəyinlə iman edirsənsə, caizdir. O da cavab verib dedi, iman edirəm ki, İsa Məsih Allahın oğludur və əmr etdi ki, arabanı dayandırsınlar. Sonra Filip və xədim ikisi də suya girdi və Filip onu vəftiz etdi. Sudan çıxdıqları zaman müqəddəs ruh hədimin üstünə nazil oldu və sevinərək öz yoluna davam etdi. 9-cu şəkil. Bir gün Peter dua etmək üçün dama çıxdı. Aclıq hiss edərək yemək istəyirdi. Yemək hazırlanarkən Peterin üzərinə bir vəcd halı gəldi. Göyün açıldığını və 4 güşəsindən asılmış böyük mələfəyə bənzər bir cismin yer üzərinə indirildiyini gördü. İçində yerin hər növ 4 ayaqlısı, vəhşi heyvanlar, sürünənlər və göy quşları var idi. Və ona bir səs gəldi. Peter, qalx, kəs və ye. Peter isə dedi, xeyr, ya Rəbb,
Axı mən əsla murdar və ya natəmiz şey yeməmişəm. Yenə ikinci dəfə ona səs gəldi. Allahın təmiz dediyi şeyləri sən murdar sayma. Bu 3 kərə təkrar oldu və cisim yenə göyə qaldırıldı. 10-cu şəkil. Peter gördüyü rüya haqqında düşünərkən 3 nəfər onun evinə gəldi. Gələnləri başqa şəhərdə yaşayan, Yahudi xalqının rəhbətini qazanmış, salih, Allahdan qorxan Romalı bir yüzbaşı Kornilius göndərdi. Ona rüyada bir Allah mələyi gəlib, ona Peteri tapmasını dedi. Yahudilər Romalıları murdar və natəmiz sayırdılar. Amma Allah Peterə rüyada göstərdi ki, natəmiz olan millət yoxdur. Allah hamını sevir. Peter Kornilius'un evinə gəldi. Kornilius onu görüb, ona səcdə etdi. Amma Peter ona dedi, dur, mən də bir insanam. Hansı iş üçün məni dəvət etdin? Kornilius ona mələk haqqında dedi. Və Peter o evdə İsa Məsih haqqında söylədi və Kornilius və bütün ailəsi İsa'ya iman edərək Allahın müqəddəs ruhunu aldılar və vəftiz olundular. Allah insanların kimliyinə baxmaz, amma hər xalqdan olub, ondan qorxan və haqq iş görən ona məqbuldur. Allah istəyir ki, bütün insanlar onun oğluna iman edib, ona itaət etsinlər. 11-ci şəkil. Hird adlı hökmdar imanlı cəmiyyətə zülm etməyə başladı. O, şagirdlərdən Yaqubu öldürtdürdü və Peteri zindana saldı. Bir gecə Peter zindanda yatırdı. O bir cüt zəncirlə bağlı olan 2 əskərin arasında idi. Qəflətən zindanda Rəbbin mələyi peyda oldu və hücrəni bir nur işıqlandırdı. Mələk Peteri oyadıb dedi, tez dur və ardımca gəl. Və zəncirlər Peterin biləklərindən düşdü. Peter onun ardınca gedərək bayıra çıxdı. Zindanın qapısı özü-özlüyündə açıldı və onları heç kəs saxlamadı. Onlar çıxıb bir küçəni keçdilər və qəflətən mələk ondan ayrıldı. 12-ci şəkil. Peter zindanda olarkən imanlılar ona görə dua edirdilər. O zindandan çıxanda imanlılar olan evə getdi. Peter bayır qapını döyəndə Roda adlı xidmətçi qız qulaq asmağa çıxdı. Peterin səsini tanıdıqda sevincdən qapını açmadan içəri qaçaraq Peterin qapıda durduğunu bildirdi. Onlar isə dedilər, sən dəlisən? Qız isə öz dediyində təkid edirdi. Onlar da dedilər, bu onun mələyidir. Peter isə qapını döyməkdə davam edirdi və açdıqları zaman onu görüb heyrətə düşdülər. Allah imanlı cəmiyyətin duasını eşidir. İsa deyir, harada 2 və ya 3 nəfər mənim adımla bir yerə toplaşmış olursa, mən orada onların arasındayam. Bütün dünya İsa'nın yer özünə gəlməsini, bütün adamlara görə ölüb dirilməsini nə cür bilə bilər? Şaulun həyatı xoş xəbəri yaymaq üçün Allahın insanları nə cür dəyişdirdiyini və işlətdiyini göstərir. Şəkillərə baxın və dediklərimə qulaq asın. 13-cü şəkil. Şaul həm də Pavel adı ilə tanınırdı. O, İsa'nın cəmiyyətini təqib edənin biri idi. O, Stefanın ölümünə razı olub, evdən evə girərək cəmiyyəti məhv edirdi. Kişiləri və qadınları sürüyərək zindana atırdı. Məsihçilərə zülm edib, təqib etmək üçün Şaul Dəməşq şəhərinə yola düşdü. Yolda gedərkən Dəməşqə yaxınlaşdığı zaman qəflətən göydən bir nur onun ətrafını işıqlandırdı. Şaul yerə yıxıldı və ona Şaul, Şaul, nə üçün məni təqib edirsən deyə bir səs eşitdi. Şaul, sən kimsən cənab? Dedi. O da dedi, mən təqib etdiyin İsa'yam. Dürtmələrə qarşı təpik atmaq sənə çətindir. Şaul titrəyib, təəccüblənərək dedi, ya Rəbb, nə etməmi istəyirsən? Və Rəbb ona dedi, dur, şəhərə get
və nə edəcəyin sənə söylənəcəkdir. Onunla səyahət edən adamlar donub qalmış var. Səsi eşidirdilər, lakin heç kimi görmürdülər. Şaul yerdən durdu və gözlərini açdıqda heç kimi görə bilmədi. Onu əlindən tutub Dəməşqə gətirdilər. 14-cü şəkil. Üç gün gözləri görməyən Şaul nə yedi, nə də içdi. Sonra Allah Şaulun yanına Ananya adlı bir məsihçini göndərdi. Ananya Şaulun imanlıları təqib etdiyini bilirdi. Amma Allahın dediyinə görə o onun yanına getdi. Hananya Şaulun olduğu evə girdi və Şaulun üzərinə əllərini qoyub dedi: Qardaşım Şaul, gəldiyin yolda sənə görünən Rəbb İsa məni göndərdi ki, gözlərin yenə görsün və sən müqəddəs ruhla dolasan. Həmin anda sanki Şaulun gözlərindən pulcuqlar düşdü və gözləri dərhal gördü. O da qalxıb vəftiz olundu və məsihçiləri təqib etmə əvəzinə İsa haqqında şahidlik etməyə başladı. 15-ci şəkil. Şaul həmçinin Pavel adı ilə tanınırdı. O bir dəfə dostları və Barnaba adında imanlı ilə Antakiyada olan imanlı cəmiyyətə getdi. Bir gün cəmiyyətin rəhbərləri dua edib oruç tutduqları zaman müqəddəs ruh dedi: Təyin etdiyim iş üçün Barnabanı və Şaulu mənə ayırın. Allah onları İsa haqqında heç vaxt eşitməyən insanların yanına göndərmək istəyirdi. O vaxt cəmiyyət onlara görə dua edib onları yola saldılar. İndi də imanlı cəmiyyətlər məsihçiləri Allah kamını yaymaq üçün göndərməlidirlər. Çünki İsa dedi: Bu kəlamı bütün dünyaya yayın. 16-cı şəkil. Pavel ilə Barnaba bir yerdə bir çox şəhərə getdilər. Bir gün Pavel məbədə gedib bu cür nitq söylədi: Yahudilərin Allahı bizim atalarımızı seçib böyük bir millət yaratdı. Bizə rəhbərlər, müəllimlər verdi və onlara günahlarına görə gəlib qurban olunacaq xilaskar haqqında söylədi. O, Rəbb İsa Məsihdir. Amma Yahudilər qanunlarına itayət etmədiklərinə görə İsa'nı rədd edib onu öldürdülər. Amma Allah onu ölülərdən diriltdi və o bir daha ölməyəcək. İndi isə İsa Məsihə iman edən hər kəs onun vasitəsilə Allahın qarşısında bəraət qazanır. Ona iman etməyən isə həlak olacaq. Yahudilərin bəziləri Pavelin dediklərinə iman edib İsa Məsihə pənah gətirdilər və o şəhərdə Allahın cəmiyyətləri çoxaldı. 17-ci şəkil. Bir müddət sonra Pavel cəmiyyətlərə dəyməyə getdi. O, dostları ilə birlikdə Bitiniya adlanan yerə getmək istəyirdi. Amma Allahın müqəddəs ruhu onlara izin vermədi. Onlar haraya getməsini lazım olduğunu bilmirdilər. Bir gecə Pavel yatarkən bir Makedoniyalı onun rüyasına gəlib ona Makedoniyaya gəlməsini və onlara yardım etməsini yalvardı. O zaman Pavel anladı ki, Allah onun Makedoniyaya getməsini istəyir. Allah onu sevənlər ilə danışır, onlara hikmət və aydınlıq verir. Allah rüyalar, vəhiylər, çox vaxt isə müqəddəs kitabı vasitəsilə iradəsini aydınlaşdırır. 18-ci şəkil. Pavel öz dostu Sivanı götürüb Makedoniyaya getdi. Orada onlar çoxlu insanlara İsa haqqında təlim verdilər. Adamların bəziləri iman etdi, bəziləri isə onlara çox qəzəbləndilər. Onlar Pavel ilə Sivanı döyüb onları zindana atdılar. Gecə yarısına yaxın Pavel ilə Sila zindanda dua edərək Allaha tərənnüm edirdilər. Qəflətən elə böyük bir zəlzələ oldu ki, zindanın təməli sarsıdı. O anda bütün qapılar açıldı
və hamısının zəncirləri zəiflədi. Zindanban oyanıb, zindanın qapılarını açılmış görərək, qılıncını çəkdi, məhbusları qaçmış sanıb özünü öldürmək istədi. Lakin Pavel uca səslə qışqıraraq dedi, özünə yamanlıq etmə, çünki biz hamımız buradayıq. Zindanban işıq istəyib içəri yatıldı. Titrək Pavel və Silanın qarşısına yer düşəndi və onları çölə çıxarıb dedi, ağalarım, xilas olmaq üçün nə etməliyəm? Onlar da dedilər, Rəbbi İsa'ya iman et, sən və evindəkilər xilas olasınız. Və o, bütün ailəsi ilə İsa Məsihə iman edib vəftiz olundu. 19-cu şəkil. Afina şəhərində insanlar çoxlu bütlərə ibadət edirdilər. Afinalılar Pavelin nə öyrətdiyini bilmək istəyirdilər və Pavel onlarla söhbət etdi. Ey Afinalıları, mən sizi hər cəhətdən çox dindar görürəm. Çünki ibadət etdiyiniz ziyarətgahları gəzib tədqiq edərkən mən bir qurbangaha da rast gəldim. Onun üstündə naməlum Allaha sözü yazılmışdır. Bax, mən sizə bilməyərək ibadət etdiyiniz bu Allahı təbliğ edirəm. Pavel onlara Allahın hər şeyi yaratdığını söylədi. O onlara Allahın diri olmasını və insan əli ilə qızıldan və gümüşdən düzələn surətlərə bənzəməməsini dedi. Pavel onlara Allahın diriltdiyi İsa Məsih haqqında söylədi. Bəzi adamlar ona gülüb, bəziləri isə onun dediyinə iman edib, əbədi həyata yol tapırdılar. İsa Məsih vasitəsilə biz də bir olan həqiqi Allaha yolu tapa bilərik. 20-ci şəkil. Pavel Korint şəhərinə getdi. Orada olan Korinfinlər və Yahudilər ona çox müqavimət göstərdilər. Bir gecə Rəbb Pavelin röyasında görünüb dedi, qorxma, ancaq danış və susma, çünki mən səninləyəm və sənə heç kim toxunmayacaq. Pavel Korinfidə qalıb, orada olan adamlara təlim verdi və çox adam onun dediklərinə iman etdi. Bir gün Yahudilər ittifaq bağlayıb, Pavelə hücum etdilər və onu məhkəmə qarşısına gətirib, onun insanların qanununa zidd şəkildə Allaha ibadət etməyə iqna etməsini dedilər. Amma vali onlara qulaq asmaq istəmədi və hamını məhkəmədən qovdu. Sonra isə Korinfdə yaşayan Yunanlar Yahudi rəisini döydülər. Pavelə isə İsa'nın dediyi kimi heç kəs toxunmadı. Çətin vaxtlarda, sınaqlarda Allah həmişə bizimlədir və cəsur olmağımıza qüvvə verir. 21-ci şəkil. Pavel çox ölkələrdə olan cəmiyyətlərə baş çəkirdi. İmanlılar onun Yerusəlimə getməsini istəmirdilər, çünki Yahudilərin onu öldürmək istədiyini bilirdilər. Amma Pavel onlara dedi, mən Rəbbi İsa'nın adı uğrunda ölməyə hazıram. Pavel Yerusəlimə getdi. Yahudilər bunu bilib, insanları ona qarşı həyəcana gətirdilər. Onlar Paveli küçədə öldürmək istədilər. Amma Romalı əskərlər onu xilas etdilər. Pavel pilləkən üzərində durub, xalqa Məsihə nə cür iman etməsini söylədi. Amma onlar onun ölümünü tələb edirdilər. Əskərlər Paveli öldürməsinlər deyə onu zindana qoymağa məcbur oldular. 22-ci şəkil. Pavel zindanda 2 il qaldı. Amma Yahudilər onu yenə də öldürməyə çalışırdılar. Bir gecə Rəbb Pavelin yanına zahir olub dedi, cəsur ol, çünki Yerusəlimdə mənim üçün necə şahidlik etdinsə, Romada da bu cür şahidlik edəcəksən. Paveli Yahudi hökümdarı Agrippanın yanına gətirdilər və o qorxmadan ona İsa haqqında və Məsihə nə cür iman etməsini söylədi. Hökümdar Agrippa Pavelin həbsə və ölümə layiq bir şey etmədiyini gördü. Amma onu azad etməyə səlahiyyəti çatmayıb, onu Roma qeysərinin yanına göndərdi. 23-cü şəkil. Əskərlər Paveli və başqa məhbusları gəmiyə mindirərək dənizə çıxdılar.
Onlar dənizin o biri sahilinə getməli idilər. Güclü bir külək başladı və gəmi fırtınaya düşdü. Onların hamısı qorxu içində öləcəklərini fikirləşdilər. Gecə Allahın bir mələyi Pavelə zahir olub, "Qorxma Pavel, sənə Qeysarin önünə çıxmaq gərəkdir və budur, səninlə bərabər gəmidə gedənlərin hamısını Allah sənə bağışladı." Bir neçə vaxt sonra gəmi quruya yaxınlaşmağa başladı və gəmi sınmağa başladı. Onların hamısı suya atılıb xilas oldular. 24-cü şəkil. Pavel Romada 2 il ev məhbusu oldu. 2 ildən sonra onun talihi haqqında dəqiq məlumat yoxdur. Amma bu 2 il ərzində çoxlu adamlar onun yanına gəlirdi və onlara İsa haqqında öyrədirdi. Dünyanın çox yerlərində olan cəmiyyətlərə məktub yazırdı. Pavel Allahın kəlamın yaymasında çox əziyyətlər çəkdi. O dəfələrlə döyülüb, daşlanıb, ac və susuz olub. Və İsa'ya inanıb, sadiq qaldığı üçün öləndə Allahın mükafatı olan əbədi həyatı aldı. İsa'ya iman edən hər kəs öləndə əbədi həyatı olacaq. Pavel məktublarının birində bu sözləri yazıb: "Mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə rəyasətlər, nə qüdrətlər, nə indiki, nə gələcək şeylər, nə hündürlük, nə dərinlik, nə də başqa məxluq bizi Rəbbimiz Məsih İsa'da olan Allahın məhəbbətindən məhrum etməyə qadir olmayacaqdır."